Salam değerli izleyiciler. Hal-hazırda sizlerden Biləs Alfa zərəsində dostlar. Cənnətə düşmüşəm, cənnətə. Hələ ki, əkirəm, becərəm, hələ ortada etmə yoxdur. Sonra qəzimə gedəm. Bana gördüyünüz kimi gözəl bir yetəyi, həqiqətən də həyətinə rahat. İki maşın yerləşir, qoşadaşlar ibarət. Köhnə evdə özünə məxsus olan bir evdə yerləşməyir. Biləs Alfa zərəsində Aybarkı ilə ərazdə marşdan düşdük 50 metr məsafədə. İki çoxlu dostlar, 3 otaqdan ibarətdir. Tadvar hissəsində bütün otaqlara xod var, ya Allah. Sadəcə evin özünə maya lazımdır dostlar, bir sözlə. Bu hissədə yerləşir geniş bir zalımız, qoşadaşdan ibarətdir. Və bu hissədə yerləşir sentral qovşaq hissəsi dostlar. Bu hissədə yerləşir geniş bir yataq otağı. Bu hissədə yerləşir ikinci bir yataq otağı. Və solda isə dostlar belə bir geniş mətbəx hissəsi mövcuddur. Evimizin qiyməti ekranda qeyd olunub, Allah alınmadı, satana da xeyir versin.